Deməli, xətti tənlik işləyirik. Xətti tənlik, boşluq doldurmaları işləyirik. İndi burada hansılar ehtiyacı olmasa onları işləməyəcəyik. Siz də elə mən nə işləyirəmsə həmin misalları işləyərsiniz. Neçə dəfə deyirəmsə o qədər təkrar eləyərsiniz. Aydındır? Onda hiss eləyəsən ki, misalı bilirsən yoxsa yox. Məchul olan bərabərliyə tənlik deyilir. Tənlik. Deməli, bərabərlik var. Bərabərlikdir bu. Bu da bərabərlikdir. Burada məchul var, bilinməyən var. Ona görə bunlara tənlik deyilir. İndi tənliyi üçüncüdə doğru bərabərliyə çevirən hər bir x-ə tənliyin kökü deyilir. Tənliyin kökü. Nə deməkdir bu? Məsələn, 5 üstə gəl a bərabər 8. Bu tənliyi doğru olan bərabərliyə, yəni sol tərəfin sağ tərəfinə olan bərabərini ödəmək üçün hansı hərfə ehtiyac var? Hansı ədədə ehtiyac var? Məsələn, 3 yazsaq, solla sağ bərabər olur. Həmin bax bu 3 tənliyin kökü sayılır. Belə. İki tənliyin kökləri eynidirsə onlara eyni güclü tənliklər deyirlər. Eyni güclü. Eyni güclü. Məsələn, 5x üstə gəl 1 bərabərdir 11 tənliyi ilə x üstə gəl 6 bərabər 8 eyni güclüdür. Nəyə görə? 5x bərabərdir 11-dən 1 çıxanda 10, x bərabər olur 2-yə. Burada da 8-dən 6 çıxanda x bərabərdir 2-yə. Tənliklərin İkisinin də kökü eynidir deyə bunlara eyni güclü tənliklər deyirlər. Əgər bunların ikisi də boş çoxluq olsa yenə onlar eyni güclü sayılırlar. Bax görürsünüz altda yazıb kökləri çoxluğu boş çoxluğu olan tənliklər necə tənlik sayılır? Eyni güclü tənliklər sayılır. İkisinin də əgər həlli boş çoxluqdursa onlar eyni güclü. Məsələn x kvadrat bərabərdir -6 və yaxud da belə deyək nə olsun? Olsun belə 5 x çıx 1 bölək x çıx 1 üstə gəl x bərabərdir ki, bu x çıx 1'lər gedir qalır 1, x də bərabərdir 1'ə, amma 1 məxrəci sıfıra çevirir kök deyil deyə bunun həlli boş çoxluqdur. Bu da nəysə həqiqət ədədin kvadratı mənfi eləmir deyə bu da boş çoxluqdur. Ona görə bu tənliklər eyni güclü tənliklər sayılır. Ay vur x bərabərdir 5 şəklində olan tənliklər xətti tənliklərdir. Xətti ixtiyari həqiqət ədədlərdir bu a ilə b. Hər hansı ədədlərdir. Xətti tənlikdir. Xətti tənlik sayılır bunlar. Aha. İndi bu xətti tənlikdə görək nələr var. Məsələn 8-də nə deyir? Deyir a vur x bərabər b-də a sıfırdan fərqli olarsa nə baş verir? A sıfır olmazsa, buradakı ədəd sıfır olmazsa nə olar? Məsələn, olsun 5x bərabərdir 7. Nə bilim, mənfi 3x bərabərdir 7. Sonra 8x bərabər 0, mənfi 2x bərabər 0. Bunların hamısının bir dənə kökü var. Məsələn 7 böl mənfi 3'dür kök. Burada 7 böl 5'dir kök. Burada 0 böl 2'dir kök. Burada 0 böl 8'dir kök. Demək a 0 olmadığı müddətdə bura nə olur olsun. Bura 0 olmadığı müddətdə onda bu tənliyin yeganə həlli olur. Yeganə həlli olur. Oldu. İndi bunu bir neçə dəfə təkrarlayaq ki, beynimizdə otursun. Məsələn, m vur x bərabərdir t. Bu tənlikdə əgər m 0 deyilsə, yəni x-in yanı 0 deyilsə, hər hansı mənfi ədəd, müsbət ədəd, kəsr ədəd, kök, belə ədədlər olarsa nə baş verir? Onda tənliyin yeganə həlli olur. Bir dəfə də işləyək. Mən neçə dəfə işləyirəmsə, sən də həmin şeyi müstəqil işlə. Bax, bu tənlik haqqında videonu saxla, öz fikrini denən. Məsələn, olsun belə. V vur x bərabərdir j. V 0 olmazsa, bu tənlik haqqında nə deyə bilərsən? Saxla videonu, cavabını denən, sonra başlat gör, mən nətər həll eləmişəm. V vur x bərabər j'də əgər x-in yanındakı 0 olmazsa, onda bunun yeganə həlli var. Bəli.
Bunu öyrəndik. 3 dənə misal danışdıq. Bu misal hazır oldu. İndi keçək 9-cuya. 9-cu. A vur x bərabərdir B-də. A da 0 olarsa, B də 0 olarsa nə baş verir? Yazaq. A da 0 olsun, B də 0 olsun. Bax, burada x-ə 1 versən, 0 vuraq 1 eləyir 0, ödəyir. X-ə 2 versən, 0 vuraq 2 eləyir, həqiqətən də 0, ödəyir. Mənfi 3 olsa, 0 vur mənfi 3, o da 0 eləyir, ödəyir. Deməli, x-ə müsbət də veririk, mənfi də veririk. 0 versək, yenə 0 olur. Nə versək, ödəyir. Bütün ədədlər bu tənliyin həllini ödəyir. Görsən, tənliyin həlli bütün ədədlərdir. Deməli, A da 0 olsa, B də 0 olsa, tənliyin sonsuz sayda həlli var. İndi bunu bir neçə dəfə işləyək. Bu da beynimizə yazılsın. Məsələn, birinci sual. Videonu saxla, sualı həll elə, sonra bax gör mən nətər həll eləmişəm. Sən düz eləmişsən, yoxsa səhv eləmişsən. M vur x bərabərdir n tənliyində. M də 0 olarsa, n də 0 olarsa, tənliyin neçə dənə həlli var? Biz dedik ki, indi videonu saxla, özün elə birinci. Aha, həll elədin. Deməli, m də 0 olarsa, n də 0 olarsa, tənliyin sonsuz sayda həlli var. Əla. 2. V vuraq x bərabərdir J. V də 0 olarsa, J də 0 olarsa, tənliyin neçədən həlli var? Saxla videonu, özün həll elə. Aha, həll elədin, indi yoxla. V də 0-dırsa, J də 0-dırsa, V də 0-dırsa, J də 0-dırsa, deməli tənliyin sonsuz sayda həlli var. Belə. Aha. Deməli, 2 dənəsini öyrəndik. Yeganə həlli də öyrəndik, sonsuz sayda həlli də öyrəndik. İndi belə deyir. Deyir A 0 olsun. A 0 olsun, amma B 0 olmasın. Məsələn, olsun 7. 0-ı nəyə vursaq 7 olar. 0-ı 5-ə vursaq 0 olar. 7 olmaz. 0-ı 7-yə vursaq yenə 0 olar. 7 olmaz. 0-ı 15-ə vursaq yenə 0 olar. 7 olmaz. 0-ı kök altda 3-ə vursaq yenə 0 olar. 7 olmaz. Deməli, mən elə bir x tapa bilmədim ki, 0-a vurum gəlsin 7 alınsın. Elə bir x tapa bilmədim ki, bax, bura ədədi yerinə yazım. 0-a vurum 7 alınsın. Tapa bilmədim. Həll tapa bilmədim. Deməli, tənliyin həlli olmadı. Onda belə çıxır ki, x-in qabağı 0 olanda, digəri 0 olmayanda tənliyin həlli yoxdur. Tənliyin həlli yoxdur. Deməli, 1. İndi müstəqil özün həll elə. M vur x bərabərdir n. X-in qabağı 0 olsun, digəri 0 olmasın. Onda nə baş verir? Onda nə baş verir? X-in qabağı 0 olsun, digəri 0 olmasın. Digəri 0 olmasın, onda nə baş verir? X-in qabağı 0 olsun, digəri 0 olmasın, onu deyirik tənliyin həlli yoxdur. Bir dənəsində elə. Məsələn, K vuraq x bərabərdir T. X-in qabağı K 0-dır, amma T 0 deyil. Həll elə görün, bunun neçə dənə həlli var. Saxla, həll elə. Aha, həll elədin, indi yoxla. X-in qabağı 0 olanda, bura 0 olanda, bura 0 olmayanda, bura fərqli 0 olanda, onda deyirik ki, həlli yoxdur. Gördün? 1. Burada 3 növ misal var idi, 3 tip misal var idi. Bunlara tip deyirlər. Bax, orada nə baş verdi? Üçündə hər birini biz 3 dənə həll elədik. Hər birinə aid 3 misal həll elədik. İndi sən tez-tez bunu bir də imtahan kimi həll elə. Görək, anında 3-ünü də eyni vaxtda görəndə narahat olursan, yoxsa yox. Bax, belə də eləmək lazım. Tək-tək öyrənirik. Sonra 3-ü, 4-ü bir yerdə gələndə həyəcan keçirdik. Başa düşün, o həyəcanın qabağını almaqdan ötə nə etmək lazımdır? O işin üstünə getmək lazımdır. Onu bir neçə dəfə ilə qarışıq halda həll eləmək lazımdır ki, həyəcan ortadan götürülsün. İndi bunu həll elə. Baxaq. A 0 olmasa nə baş verir? Demişdik, qabaqdakı 0 olmasa yeganə həlli var. Yeganə. Hər ikisi 0 olsa bu rahatdır. Sonsuz sayda həlli var.
Birinci 0 olsa, x'in yanı 0 olsa, bu tərəf 0 olmasa, burası 0 olanda buranı 0'a çevirir. Amma burada 0 deyil və bir-birinə bərabər olmur axı. Ona görə həlli yoxdur. Həlli yoxdur. Çalış ki, 8 ilə onu qarışdırmayasan. 8-də yeganə həldə təkcə x'in qabağı 0 deyil. İndi ta özün bir yöntəmlə bunları yadda saxlamağa çalış. Özün üçün bir üsullar kəşf elə. Hər bir tələbənin özünün yadda saxlamaq üçün kəşf elədiyi üsul ən yaxşısıdır. Mən müəyyən bir şeylər deyirəm, düzdür. Amma yenə də sənin özünün yadda saxlama üsulun daha yaxşıdır. Ən yaxşısı sənin özünün çıxartdığın üsuldur. Aha, düsturu, qaydası buydu. Oldu. Belə. Aha. Gələk bura. Həmin şeyi birinci, ikinci ilə veriblər. Veya A ilə B ilə vermişlər. İndi birinci ilə, ikinci ilə veriblər. İkinci veriblər. Yazıb ki, tənliyin yeganə kökü var. Tənliyin yeganə kökü var idisə, x'in qabağındakı sıfıra bərabər olmurdu. Və salam, başqa iş eləmirdik. Əla. Tənliyin kökü yoxdur. Tənliyin kökü olmayanda x'in qabağı 0 olurdu. Amma bu tərəfdə sağdakı 0 olmurdu. Tənliyin sonsuz sayda həlli var. Ən rahatı buydu. Birinci də 0 olurdu. İkinci də 0 olurdu. Düzdür? İndi silirəm bunları. İndi sən özün müstəqil həll elə. Aha. Saxla videonu. Özün təzdən həll elə. Mütləq nə deyirəmsə onu elə. Keçmə qabağa. Aha. Özün müstəqil həll elə görək. Həll elə, bir dənə də çalışma hazırlayayım sənin üçün. Həll elə. Həll elədin. Aha. Mən təkrar danışıram. Sən də yoxla gör, düzdür yoxsa yox. Tənliyin yeganə kökü var. Tənliyin yeganə kökü olanda x'in qabağındakı ədəd 0 olmurdu. X'in qabağında burada nə ifadə olsa, məsələn, A-7 olsa yazarsan A-7 bərabər deyil 0'a. Yaxşı? Orada nə olsa. X'in qabağında 1 durub deyə yazırsan, birinci 0 deyil. Tənliyin kökü yoxdur. Tənliyin kökü yoxdur deyəndə x'in qabağı 0 olmalıdır. Bu birisi ədəd, sağdakı ədəd 0 olmamalıdır. Dediyim kimi, ən rahatı sonsuz sayda həldir. Birinci də 0 olmalıdır. İkinci də 0 olmalıdır. Belə. Bax bu cür. İndi sənin üçün bir imtahan hazırlayayım mən. İmtahan hazırlayayım. Belə. Alınmadı. Yaxşı. İmtahan. Yazaq bura. R vur x bərabərdir J. A vur x bərabərdir B. V vur x bərabər T. Birincidə soruşur ki, sonsuz sayda həll olsun. İkincidə yeganə həll olsun. Axırıncıda həlli yoxdur soruşur. Həlli yoxdur. Sonsuz sayda həll olmaq üçün nə demişdik? X'in qabağı da, digəri də 0 olmalı. Bağışla, özün həll elə, özün saxla həll elə, ondan sonra hamısını həll elə. Aha. Ondan sonra saxla həll elə, sonra qulaq as gör mən nətər eləmişəm. Həll elədin. Sonsuz sayda həldə həm R0 idi, həm J0 idi. İkisi də eyni zamanda 0 olmalıdır. Yeganə təkcə x'in qabağı 0 deyildi. Həlli yoxdur da x'in qabağı 0 olurdu, digəri isə 0 olmurdu eyni zamanda. Belə. Görürsən, o düsturu eləməkdə ötürü bir neçə dəfə mən təkrar elədim. Sinifdə bunu eləmək mümkün olmur, çünki vaxt çox gedir. Orada vaxt azdır. Sinifdə elə bir dəfə danışmaq olur ki, yəni çatdırmaq lazımdır axı bütün proqramı. Ona görə kənardan bundan, bu video ilə tam dəstək alasın sən. Tam. Ona görə dənə-dənə elə ki, sinifdə tez bazar bunu 20 dəqiqə, 30 dəqiqə bitirək bütün şeyini, misallarını. Gələk bura. Gələk bura. 5 vur x bərabərdir 16 tənliyini həll edin. Baxaq. Tənliyi həll edin. X bərabərdir 16 bölək 5.
Tənliyin bir dənə kökü var. Bir kökü var. Oldu? İndi videonu saxla. Sən müstəqil həll elə. 3x bərabərdir 7. Tənliyi neçə kökü var? Həll edirsən. Saxladın. Özün həll eləmirsən. Aha. İndi isə yoxla. Mütləq özün həll elə. Qələm əlində olsun. Bərabər. X-in qabağı aşağıda yazılır. Yadında saxla. 7-ni 3-ə böldük. Bunun bir dənə kökü var. Kökü 1 deyil. Kökü 7 bölü 3'dür. Amma bir dənədir. Belə. 16-da təkrar sualda eləmədim. Keçirəm 17-yə. 3 vur x bərabər 0. X bərabər 0 bölə 3 o da eləyir 0. Tənliyin yenə bir kökü var. Nə olsun kökü 0-a bərabər oldu. Bir dənə kökdür. Bir dənə ədəd buranı ödədi. 0-ı bura qoyanda sol tərəflə sağ tərəf ödənir. 0-ı bura yazanda 3 vur 0 0 eləyir. Bunu verir deyə bir dənə ədəd. Başqa ədəd qoysam məsələn x-in yerinə 3-ə vursam 0-ı verməz. Deməli bir dənə 0 ödədi buranı. Bir kök var. Aha 18-i sən özün müstəqil həll elə. Saxla videonu, həll elə. Aha. Qəşəng həll eləyirsən. Ondan sonra bax gör mən nətər elədim. X bərabərdir 0 bölək mənfi 13,7. Cavab elədi 0. Tənliyin kökü 0'dır. Tənliyin bir dənə kökü var. Bu abituriyent hazırlığında yadında saxla. Lap tutaq ki blok imtahanı səviyyəsində götürək. Maksimum 2 dənə çətin sual olur. Əgər bax belə səlqəli şəkildə hazırlaşırsansa, maksimum 2 dənə sual qeyri-standart gəlir. Onun da öhdəsindən gəlmək olur. Sağa sola çəkməklə. Tutaq ki, deyək ki 2 dənə sualın öhdəsindən gələnmədin. Sən də zəifsən də 0-dan başlamısan. Bu mənada deyirəm. Həm yerdə qalan bütün sualların öhdəsindən gəlmək olar. 11-ci sinifsən, o 28 sualın hamısının öhdəsindən gəlmək olar. Amma yetəri qədər dediyim kimi vaxtı ayırmaq lazım. Sadəcə olaraq məni yamsıla qutar. Belə. Məndən sonra misalları həll elə. Yadından çıxanda o özünü çıxartdığın o qayda qanunlarla o düsturları, texnikaları yada sal, yanaşmaları və salam. Deməli çıxan sualların hamısını həll eləyə bilərsən. Çox da şişirtməyin adı yoxdur. Həqiqətən də eləyə bilərsən. Çox rahat bir şeydir. Yəni abituriyent hazırlığında misallar çox da çətin olmur. Gəldik 0 vur x bərabər 0. Bu 0 böl 0 yazmayaq. O qeyri-müəyyənlikdir. Onu gələcəkdə danışacağıq. Amma x-in yerinə neçə qoysaq, bax sol tərəflə sağ tərəf bir-birinə bərabər olar. X-in yerinə 1 qoysaq 0 vur 1 0 eləyir. 2 qoysaq 0 vur 2 0 eləyir. 3 qoysaq 0 vur 3 0 eləyir. Həm sol tərəf, həm sağ tərəf 0 olduğuna görə tənliyin sonsuz sayda həlli var. Sonsuz sayda həlli var. İndi 20-ni sən özün işlə. Görək nətər işləyirsən. Deməli 0 vuraq y 0 vuraq y bərabər 0. Y-in yenə neçə qoysaq solla sağ bərabər olar. Sonsuz sayda. Sonsuz sayda ədədlər qoysaq onlar bir-birinə bərabər olur. Belə. İndi baxaq. A vur x bərabər 7, A fərqli 0-dan. Biz nə demişdik? Demişdik ki, x-in qabağı 0-dan fərqlidirsə, məsələn 5-dir, 3-dür, 4-dür, mənfi 3-dür, bir dənə həll olurdu. 7-ni də həmin ədədə bölmək olurdu. A fərqli 0-sa, deməli bunun yeganə kökü var. Oldu. İndi bundan müstəqil iş verək. Müstəqil iş verək. B vuraq x bərabərdir mənfi 15. B fərqlidir 0. Bunu həll eləyin. İkinci misal. V vuraq x bərabərdir kök altda 3 bölək 7 məsələn. V fərqli 0. Aha. Həll eləyək. Aha, özün həll elə. Həll elədinsə, indi mənim yazdığımdan yoxla. Böyük ehtimal düz yazmısan. X-in qabağı 0 olmayanda,
Təkcə bundan danışır. X-in qabağı 0 olmayanda bu barədə sağ tərəf haqqında heç bir şey demirdi. X-in qabağı 0 olmayanda bunun yeganə həlli olurdu. Vəssalam. Yeganə həlli var. Yenə X-in qabağı 0 olmayanda bunun nəyi var idi? Yeganə həlli vardı. Fərz eləyək ki, ikisində səhv yazmısan. Onda üçüncü dəfə yoxla. Yoxla bunu. Özün həll elə bu misalı. Bunun neçə həlli var? Bu dəfə 100% düz yazasın. Aha. X-in qabağı 0 deyil deyə, X-in qabağı 0 deyil deyə, X-in qabağı 0 deyil deyə, onda bunun yeganə həlli var. X-in qabağı 0 deyil deyə, bunun yeganə həlli var. Super. A vur X bərabərdir 23 tənliyində A bərabər 0 olanda nə baş verir? Sağ tərəf 0 deyil, görürsünüz də. Amma X-in qabağı 0'dır. 0 vur X bərabər 23. Bu tənliyi həll eləyək. X-in yerinə neçə yazsaq 0'a vuranda 23 eləyər. X-in yerinə 1 yazsaq, 1'i 0'a vuranda 0 eləyir, 23 eləmir. X-in yerinə diqqətlə qulaq as ha. Diqqətlə qulaq. Nə qədər zəif uşaqsansa, nə qədər həvəssizsən də heç bir önəmi yoxdur, narahat olma. Heç olmasa bu dəqiqəyə, bax bu konspektə diqqətlə qulaq as. Vəssalam. Belə həvəsin də, marağın da artacaq, narahat olma. Nə qədər həvəsin yoxdur, nə qədər istəyin yoxdursa, məcbur da olsan, bir balaca, bir misala heç olmasa, diqqətlə qulaq as, maraq, həvəs yaranacaq səndə. Yaxşı? Mən də çalışıram ki, çox danışmayım, çox bezdirməyim səni. Amma dediyim kimi, müəyyən şeylər var, onu biraz geniş izah vermək lazımdır. X-in yerinə 1 qoyduq, 0'ı 1'ə vuranda 0 elədi, 23 eləmədi. 3 qoysaq 0'ı 3'ə vursaq 0 elədi, 23 eləmədi. 23 qoysaq 0'ı 23'ə vuranda yenə 0 elədi, 23 eləmədi. Ümumiyyətlə X-in yerinə bir ədəd tapa bilmədim ki, 0'a vurum bu 23'ü alım. Tapa bilmədim, həlli yoxdur. Demişdik, sağ tərəf 0 olmayanda, sol tərəf 0 olanda həlli yoxdur. Elə qısa deyirdik, həlli yoxdur. Sənin üçün indi misal düzəldək. A vuraq X bərabərdir 15. A bərabər 0 olanda bunu həll elə. 2. B vuraq X bərabərdir mənfi 3. B 0 olanda həll elə. İndi saxla videonu. Həll elə. Ondan sonra videoya baxmağa davam eləyərsən ki, görək nətər yazmısan. Düzdür yoxsa səhvdir? X-in qabağı 0'dır deyir. Görsən burada yazıb X-in qabağındakı 0'dır. Amma sağ tərəf 0 deyil. X-in qabağı 0 olanda, sağ tərəfdə 0 olmayanda bunun həlli yox idi. Sən də yəqin ki, belə yazmışsan. Yenə X-in qabağı 0'dır. Amma sağ tərəf 0 deyil. X-in qabağı 0'dır, sağ tərəf 0'dır. Deməli, bunun həlli yoxdur. Fərz edək ki, səhv yazmısan. Bu dəfə axırınızda düz yazasın. Davay. Həll elə görüm. M vur X bərabərdir mənfi 2027. M 0 olarsa bunun neçə həlli var? Əla. Sağ tərəf 0 deyil. Amma X-in qabağı olan M görürsən də 0'dır. Burası 0'dır. Amma bu görürsən də 2027 0 deyil. Həll elə bunu. Aha. Həll elədin. Əla, indi yoxla. Demişdik, X-in qabağı 0'dır, sağ tərəf 0 deyilsə, bunun həlli yoxdur. İndi yenə özünə məxsus bir üsulla nətər istəyirsən, bunu yadda saxla. Nəyəsə bənzət, nəyəsə oxşat, yadında saxla. Əgər mənanı heç başa düşməmisənsə. Mənanı başa düşməsən də yenə də yadda saxlamaqla abituriyent imtahanını vermək olar. Yəni, əgər o dərinlikdə də yenə deyirəm, İstəmirsənsə tam anlamları ilə getmək,
özün üçün düsturları yadda saxlama metodları çıxart. Ondan da sən qarşıya çıxan misalı yaza bilərsən. Narahat olma. Belə. Hal-hazırda neçəyə kimi gəlmişik? 23-ə kimi, yoxsa 22-ə kimi gəlmişik. Nə qədər misal var? 60 dənə misal var. Yavaş-yavaş eləyəcəyik. Narahat olma bunları. Gəldik bura. Deməli, 26-ya kimi eləyək, dincələk. Sonra o biri hissədə başlayarıq. Yaxşı, 26-ya kimi olsun birinci hissəmiz bizim. Eləyək, dincələk bunu. Davay. Səbirli ol biraz. Başladıq. Deyir, tənliyin yeganə kökü var. Biz də bayaqdan öyrənmişik ki, tənliyin yeganə kökü olanda bu vəziyyətdədirsə tənlik, yəni bu vəziyyətdədirsə, tənliyin yeganə kökündə ikinciyi əl dəymirdik. Amma birincini sıfırdan fərqli götürürdük. Bir də deyək, tənliyin yeganə kökü olanda, bax bu ikinciyə dəymirdik, birincini fərqli sıfır götürürdük. Dərindən nəfəs al, bir dəfə də denən. Tənliyin yeganə kökü olanda, bax bu ikinci var ha, buna əl vurmurduq. Birincini amma bərabər deyə sıfır götürürdük. İstəyirsən bir dəfə də denən tam olsun, yaxşı? Gülmə. Bir dəfə də denən. Deməli, birinci vur x bərabərdir ikinci. Yeganə kök deyirsə, demək, x-in qabağın bərabər deyil sıfır götürüyor. Orada nə varsa onu bərabər deyil sıfır götürüyor. Afərin. Əla. Beynində belə şifahi denən indi. Bax, məsələn, mən şagirdəm, müəllim mənə dediyin eləyirəm. Bax, beynimdə başlayıram bunu deməyə. Deməli, yeganə kök olanda özüm özümə deyirəm də, beynimə deyirəm ki, beynim mənə qaytarsın. Beyin elə bir oradakı bir ikinci bir adamdır. Sən onu öyrədirsən, imtahanda sən nəvəzən o danışır, onu öyrət. Ağac kimi böyüdü onu, bitki kimi yetişdir onu. Aha, indi onu öyrədək onu. Deməli, mənə əgər imtahanda yeganə kök gəlsə, o x-in qabağı var ha. O x-in qabağında duran yer var. Bax, bura var, bax, bura. Oranı fərqli sıfır götürəcəm. Bax, belə, beynə birini eləyir. Aha, indi gəldi 24-cü suala. Tənliyin yeganə kökü var. Aha, müəllim demişdi, tənliyin yeganə kökü olanda x-in qabağında duran var. Ha, onu yaz, bərabər deyil sıfır elə. Nə demişdi müəllim? Bir dəfə də öz-özümə təkrarlayıram. Onu yaz, bərabər deyil sıfır elə. Və salam. Aha, bir dəfə də beynimdə deyim. Sonra müəllim nə demişdi? Yeganə kök olanda, bax, görsən, qaralayıram, beynimə işləsin söz. Yeganə kök olanda bu x-in qabağında duranı yazıb, bərabər deyil sıfır eləməliyəm. Super. Bəs bunun həlli nədir? Mənfi 2. Sağ tərəfə keçir, olur müsbət 2. A bərabər deyil, müsbət 2 və salam. Super. Super. İndi bir müstəqil iş sən həll elə. Bura yazaq. 1. B minus 4 vur x bərabərdir mənfi 17. Tənliyin yeganə kök var. İmtahanda gəlib. Saxla videonu, özün həll elə. Saxla, özün həll elə görüm. Ay, malades. Nə dedi? Müəllim dedi, yeganə kök olanda x-in qabağı yazırıq, bərabər deyə sıfır eləyirik. 4 də sağa keçəndə olur müsbət 4. Əgər burada plus olsaydı, sağa keçəndə mənfi 4 olardı. Belə. Birini də həll elə görüm. A minus 9 vur x bərabərdir 2026. Tənliyin yeganə kökü var. Aha. Saxla, özün həll elə. Ay, malades. Əla. Aha, elədin, indi yoxla. Müəllim demişdi ki, yeganə kök olanda, yəqin bax belə mənim kimi danışa eləyirsən. Danışa eləmək lazımdır. Yeganə kök olanda demək x-in qabağını yazırıq. Yavaş-yavaş elə ki birinci mərtəbəni tikirsən. Birinci mərtəbəni ki möhkəm tikdin, 2, 3 yavaş-yavaş onlar da üstünə yığılacaq. Arxayın ol, söz verirəm sənə. A bərabər deyil 9-a. Çox mükəmməl oldu bu. Çox mükəmməl. Demə, özü də gecdi bu dəqiqə, nə bilim, yuxum gəlinən. Bu dəqiqə, bax,
Mən saat 02:06 işləyib video çəkirəm hal-hazırda. Narahat olma. Müvəqqət çətinlikdir 1 il, 2 il, nədirsə 11 sənsə 1 il çətinlik var, 10 sansa 2 il çətinlik var. Nə qalıb ki? 9 sansa 3 il çətinlik var. Heç bir problem yoxdur. Əla. Keçirik indi 25-ci sual. Tənliyin həlli yoxdur. Aha, müəllim nə demişdi? Müəllim demişdi ki, tənliyin həlli yoxdur deyəndə, tənliyin həlli yoxdur deyəndə, birinci tərəf 0-a bərabər olur. Amma ikinci tərəf 0-a bərabər olmur. Belə demişdi. Aha. Bir neçə dəfə gərək bunu deyək özümüzə. Müəllim nə demişdi? Tənliyin həlli yoxdursa, x-in qabağı 0 olurdu. Burada 0 olurdu, amma o birisi 0 olmurdu. Problem var? Əla. İndi bunu burada biraz yüngül bir problem var. Nədir? Bunlar sağ tərəfə hərf verməyiblər, ədəd veriblər. 0 olmayan bir ədəd veriblər. Hə, bax da 0 verməyib də, görsən? 0 olmayan bir ədəd veriblər. Deməli, burayla işimiz yoxdur. Həmişə bu buranı 0 olmayan bir ədəd versələr, onunla işin yox. Təkcə bu x-in qabağı ilə işlə. Bir də deyirəm, həlli yoxdur misallar. Bunlara yanaşma deyirlər. Elə ki, kritik bir, çaşdırıcı bir şey deyirlər buna. Gözləyirik iki tərəfdə də hərf olsun, ikisini də hərflə işləyək. Birini 0-a bərabər eləyək, birini bərabər eləməyək. Hə, amma sağ tərəfdə hərf yox, ədəd versələr, onda sağ tərəflə işin yoxdur. Bax, o müəllimlər deyirlər, çaşdırıcı düşmüşdü. Bax, belə şeylərə deyilir çaşdırıcı. Bu sağda da sən hərf gözləyirdin axı. İndi sağda ədəd varsa, hərf yoxdursa, ədəd varsa, onda sağla işin olmasın. Təkcə x-in qabağı ilə işləyəsən. Oldu? Aydın olduğu nə dedim? Sağda ədəd varsa, aha, öz-özümə deyim, sağda ədəd varsa, müəllim dedi ki, təkcə x-in qabağı ilə işləyirik, həlli yoxdur misalında. Və nə edirik onda? X-in qabağın bu dəfə bərabər eləyirik 0-a. Onda müsbət 6 sağ tərəfə keçir, olur nə? Mənfi 6, super, çox gözəl. Bir dənə müstəqil işləyək. 1, saxla, müstəqil özün həll elə. Müstəqil özün həll elə. M çıxaq 9 vur x bərabərdir mənfi 15, həlli yoxdur. İmtihanda belə düşün. Hə. Saxla videonu həll elə. Aha, həll elədin deməli. İndi mən həll eləyirəm. Müəllim demişdi, həlli yoxdur da, burada ədəd versə ta sağla işləmə. Sağ tərəflə işləmə, təkcə sol tərəflə işlə. Belə danışmışdı, düzdür? Bura onsuz da 0 deyil də. Bizə lazım ki, bura 0 olmasın, elə həmin şeydir. 0-da deyil, hər şey əladır. Deməli, sağ tərəfdə 0-dan başqa bir ədəd verən kimi, təkcə müəllim demişdi, qabaqla işlə, həlli yoxdur da və onu 0-a bərabər eləmək lazım. M bərabər 9. Aha. Fərz eləyək ki, səhv yazmışsan, bir dənəsində yaz. A üstə gəl 8 vur x bərabərdir 21. Həlli yoxdur. Həlli yoxdur. Aha, həlli yoxdur. Nə qarmaq lazımdır? Həlli yoxdur. Sağ tərəfdə də 0 verməyib. Deməli, hər şey əladır. Təkcə x-in qabağı ilə işləyirəm. Bir də deyirəm, müəllim demişdi, sağ tərəfdəki 0 verilməsə, həlli yoxdursa onda təkcə x-in qabağı ilə işlə. Təkcə x-in qabağı ilə işlə. A üstə gəl 8 0-a bərabər ilə. A da bərabərdir, mənfi 8. Çox möhtəşəm. Super. Çox gözəl. İndi sonsuz sayda həlli var. Aha, sonsuz sayda həldə həm birinci, həm də ikinci nəyə bərabər olmalıdır? 0-a bərabər olmalıdır. Hə, burada da mən həm solda, həm sağda hərf gözləyirdim, amma bunlar sağda ədəd veriblər. Burada da elə ki, biraz dediyim o alladıcı, kritik bir şey olur da, təzə başlayan adam üçün də əlbəttə ki. Hə, deməli, sağda 0 varsa, burada sonsuz sayda sağda 0 olmalıdır mütləq. Sağda 0 olsa təkcə solla işləyirəm. X-in qabağının oranı da 0-a bərabər eləyirik. Doğrudan da solu da 0-a bərabər elədim. Sağ da özü 0 idi. Sonsuz sayda hər iki 0 olmalıdır. Sağ 0 idi. Bir dənə solu 0 eləmək qaldı. Düzdür? Tutaq ki, heç bir məna zad başa düşmürsən, yazıb instituta girmək istəyirsən. Lap belə kobud danışıram. Savadsız danışıram. Bildin nə tər? Bunu riyaziyyat müəllimləri eşitsə, deyir, bu nə danışırıq? Amma yenə də sən universitetə girmək istəyirsən, başa da düşməmsən. Sonsuz sayda həldə burada 0-ı görsən, sağ tərəfdə solu 0 elə və salam.
Qurtardı. Yaz düzdə çıxacaq. Gəldik. Misal həll edirsən. A üstəgəl 5 vur x bərabər 0. Sonsuz sayda həlli var. A-nı tap. Aha, saxla. Özün həll elə. Həvəslə. Əla. Həll elədin. Həll elədinsə deməli nə deyirdik? X-in qabağın burada sağ tərəfdə 0 varsa sonsuz sayda həldə. Sonsuzlarda sağ tərəfdə 0 varsa solu 0-a bərabər eləyirik. Müsbət 5-də keçir ora olur -5. Fərz eləyək ki, səhv yazdım. Bir dənəsində yazır. 100% bu dəfə düz yazasan. M çıxaq 7 vur x bərabər 0. Sonsuz sayda həlli var. M-i tap. Hə. Nə qayırıq? Deməli, sağda 0 varsa, sonsuz sayda həldə sağda 0 varsa, müəllim demişdi, sən də solu 0 elə. Və salam. -7 keçdi, oldu müsbət 7. Əla. İndi dincəlmək vaxtı. Dincəlindən sonra təzədən növbəti hissəni davam edirik. Super alındı. Çox möhtəşəm.